Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycan saatının şənbə buraxılışı efirdədir. Studiyada mən Natiq Güləhmədoğlu. Hörmətli tamaşaçılar, bu dəfəki proqramımızda da geridə qalan həftənin mühüm siyasi, ictimai hadisələrinə toxunacaq. Onlara müxtəlif ekspertlərin, siyasətçilərin şərhini təqdim edə biləcəyik. Ötən həftə Azərbaycanda bütün dünyanı və dünyanın vicdanlı insanların titrədəcək bir hadisə baş verdi. Naxçıvanda tanınmış hüquq müdafiəçisi İlqar Nəsibov sözün əsl mənasında alqanına qəltan edildi. İlqar Nəsibovun bu şəkildə deyilməsi və onun internetdə, sosial şəbəkələrdə yayılan şəkilləri Azərbaycanlıları və dünyadakı mütərəqqi insanları bir daha düşündürdü ki, Naxçıvanda əslində nə baş verir? Yəni, Naxçıvanda irticası rejim haqq, hüquq müdafiəçilərinə hansı divanı tutur? Siz Azərbaycan saatının irəliləyən dəqiqələrində İlqar Nəsibovun o ürək parçalayan şəkillərini görəcəksiniz. Amma çox yaxşı haldır ki, dünya bu məsələyə laqeyd qalmır. Artıq mənim əlimdə indi Azadlıq qəzeti var. Azadlıq qəzetinin verdiyi məlumata görə dünyanın 8 beynəlxalq nüfuzlu təşkilatı, onların arasında Norveç, Helsinki komitəsi, Artikel 19, sərhədsiz reportyorlar və başqa təşkilatlar da var. Azərbaycan hökumətinə İlqar Nəsibovun vəziyyəti ilə bağlı çox ciddi çağırışlar edilir. Eyni zamanda tələb olunur ki, Azərbaycan hökuməti hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə və ictimai fəallara qarşı divan tutma kampaniyasından əl götürsün və həbsdə saxladığı hüquq müdafiəçilərini də həbsdən azad etsin. İlqar Nəsibov məsələsi, hörmətli tamaşaçılar, ilk hadisə deyildi. Naxçıvanda Vasif Talıbovun hakimiyyəti altında belə eksperimentlər çox aparılır. Günahsız insanlara, haqqı müdafiə edən insanlara bu şəkildə divan tutulur. Amma bu işi icra edən insanlar da başa düşməlidir ki, zülmlə xaniman qurmaq olmaz. Zülmün bir cavabdehlik, imtahan səhnəsi də olur. O səhnədə, o imtahanda iştirak etməkdən gərək bu insanlar çəkinsinlər. Naxçıvanla bağlı vaxtaşırı bizim bu proqramımızda maraqlı sujetlər olub, təhlillər olub. Belə təhlillərdən birin jurnalist Xəqani Əliyev verib. Biz onun yazdığı, Naxçıvan mənzərələri haqda yazdığı məqaləni efir variantını işlətmişik və Xəqani bəy həmin yazısında göstərir ki, necə oldu Naxçıvanlılarla digər ərazidə yaşayan insanlar arasında bərabərlik işarəsi yarandı və bu bərabərliyi Vasif Talıbov doğurdu. Hansı bərabərlikdən söhbət gedir? Sujeti diqqətlə izlədikdə biz onu görəcəyik. Bəlkə də sizə qəribə görünəcək. Ancaq mən Naxçıvan hökmdarı haqda tamamilə başqa fikirdəyim. O, Azərbaycan üçün hava və su kimi vacib olan bir ideyanın gerçəkləşməsində müstəsna rol oynadı. Çox güman ki, o bunun fərqinə varmadan edir. Amma nə olsun ki, əsas məsələyə keçməzdən əvvəl Vasif Talıbovun siyasi portretinə nəzər salaq. Bəli, bugün Naxçıvan hardasa Şimali Koreyanı xatırladır. Fərqli düşünənlər amansız şəkildə təqib edilir. Başda Azadlıq qəzeti olmaqla tənqidi mətbuat demək olar ki, qadağan edilib, insanların ən primitiv formada toplaşması imkansızdır. Ölümcül şəkildə döyülən yerli hüquq müdafiəçisi İlqar Nəsibovun tüpürtəcisi fotosunu yəqin ki, görmüsünüz. Hətta bəzi saytlar bu görüntüləri yayanda xəbərdar etdi ki, yetkinlik yaşına çatmayanlar və ürəyi zəif olanlar baxmasın. Xatırladaq ki, bundan əvvəl də Tural Zeynalov adlı gəncin faciəli ölümü də ölkəni sarsıtmışdı. Yerli hüquq mühafizə orqanları, daha doğrusu Naxçıvan MTN-nin bu hadisəni özbastır etmək üçün nələrə əl atdığını yəqin ki, yaddaşlardadır. Naxçıvanda bugün kommunist rejimi ilə müstəmləkə idarə üsulunun qarşılığından ibarət bir sistem hakimdir. Bir tərəfdə məcburi iməcliklər, müxtəlif ad altında töycü və biyar sistemi, digər tərəfdə isə məhdud bir tayfaya tanınmış ağlasığmaz üstünlüklər. Yəni, yuxarıda bəhs etdiyim hər iki idarə etmənin ən mürtəci, amansız metodları Naxçıvana hakimdir. Heç kim Vasif Talıbova gözün üstə qaşım var deyə bilmir. Əksinə, onun tətbiq etdiyi və bəzi metodlar avangard nümunə kimi ölkədə tətbiq edilir. Gələk əsas məsələyə, yəni Vasif Talıbovun missiyasına. Naxçıvan Azərbaycanın ən siyasiləşmiş və mühafizəkar bölgəsidir. İstənilən hakimiyyət dəyişikliyini bu bölgənin iştirakı olmadan həyata keçməsi razılaşın ki, mümkün deyil. Təsadüfi deyil ki, SSR kimi qapalı, hər tərəfdən tikanlı məftillərlə əhatə edilmiş avtoritar rejimə qarşı siyasi etiraz aksiyası məhz Naxçıvanda başladı. İnsanlar ilk dəfə məhz Naxçıvanda əllərinə kəlbətini alaraq Azərbaycanı ikiyə bölən tikanlı məftilləri sökməyə başladılar. O gündən Naxçıvanda
arxain olan Bakıda hökmranlıq edir. Bölgə bu günə qədər siyasi cəhətdən aktiv olmasa da, hakimiyyətdən o qədər də narazı deyildi. Digər bölgələrə nisbətən rejimə qarşı dırnaqarası dözümlülük göstərirdi. Mərhum Heydər Əliyevin vaxtında bölgəyə xüsusi diqqət göstərilirdi. Türkiyəyə asan gediş-gəliş, sadə vətəndaşlara oraya yanacaq satmaq imkanı və digər imtiyazlar mövcud idi. Naxçıvan əhli biraz kobud şəkildə ifadə etsək, muxtariyyəti özləri ilə Bakıya da daşımışdılar. Təxminən 10 il öncə bir Naxçıvan toyunda iştirak etmişdim. Rəqs edənlərin əksəriyyəti Badamlı mahnısını sifariş edirdi. Toyun axırına yaxın mən bu mahnının sözlərini əzbər bilirdim. Vasif Talıbovun tarixi missiyası ondan ibarət oldu ki, sadə Naxçıvan əhalisinin digər bölgə əhalisinin arasında olan bu kiçik fərqi nəinki aradan götürdü, hətta yuxarıda bəhs etdiyim vəziyyəti yaratdı. Yəni, bugünkü Naxçıvan cəmaatı digər bölgələrimizdə nisbətən daha axır şərtlərlə yaşamağa məhkum edildi. Yəqin siz də hiss edirsiniz ki, bugün Azərbaycanda imtiyazlı Naxçıvanlı və digərləri söhbəti yoxdur. Əksinə, haqsızlıqlara məruz qalan sadə Naxçıvanlı obrazı hamımızın yaralı yerimizə çevrilib. Vasif Talıbov faktoru, obrazı desək, Azərbaycanı rejimə qarşı birləşdirdi. Xəqani bəyin bu yazdığı materialdan və bizim göstərdiyimiz sujetdən də aydın oldu ki, əslində Naxçıvanlıların güya Azərbaycanda xüsusi bir təbəqə olduğu barədə deyilənlər artıq illüziyadır. Naxçıvan insanı Azərbaycanın digər bölgəsində yaşayan insanlar qədər də və onlardan da çox şiddət və təzyiq altındadır və bugün onların azadlıq və rifaha bizim hər birimiz qədər daha çox ehtiyacı var. Hörmətli tamaşaçılar, azadlıq demişkən biz mütləq Azadlıq qəzetinin də həyəcanlı vəziyyətinə toxunmalıyıq. Bildiyiniz kimi Azərbaycan hakimiyyəti ölkədə söz azadlığını ciddi şəkildə boğmaqdadır. Faktiki olaraq Azərbaycanda bugün müstəqil, hakimiyyət tənqid edən, tənqidçi ruhda demək olar ki, qəzet bir Azadlıq qəzetinin simasında qalıb. Elə bu günlərdə Azərbaycanın az qala müstəqilliyi ilə yaşıd olan Aynə qəzeti də bağlandığını elan elədi. Aynə qəzetinin rəhbəri açıq-aydın etiraf etdi ki, artıq bu şəkildə, bu repressiyaların altında fəaliyyət göstərmə imkanları yoxdur. Onlara təklif edilən satılma, qələmlərini yumşatma variantını isə həmin insanlar, həmin kollektiv rədd etdi və beləliklə Azərbaycanın reallığını göstərən daha bir ayna bağlandı. Belə bir tribunalardan biri hələ ki yeganəsi Azadlıq qəzetidir. Azadlıq qəzeti də çox böyük məhrumiyyətlər içindədir. Qəzet hər gün təqib, qəzetin əməkdaşları hər gün təqib və təzyiq altında çalışırlar. Bu azmış kimi 3 aydır qəzetin kollektivi maaş almır. Bunun isə səbəbi ondan ibarətdir ki, qəzet satılır, amma qəzeti satan Qasid adlı dövlət qurumu satışdan gələn pulları kollektivə vermir. Və buna görə də kollektiv ötən gün etiraz aksiyası keçirdib. Həmin aksiyadan müəyyən görüntülər var. Buyurun, bərabər onları izləyək. Bugün Azadlıq qəzetinin kollektivi artıq neçənci dəfədir ki, Qasid firmasının ofisinin qarşısında etiraz aksiyası keçirir. Problem olduğu kimi qalır, tələblər olduğu kimi qalır. Vaxta qədər keçirilən etiraz aksiyalarına çox təəssüf ki, müsbət nəticəsi olmuyor. Vaxta qədər göstərdiyimiz səylərin başlıca nəticəsi ondan ibarətdir ki, mənfi nəticəsi ondan ibarətdir ki, Qasid firmasının Azadlıq qəzetinə olan borcu artmaqda davam edib sadəcə olaraq. Və hətta iş o həddə çatıb ki, avqust ayı ərzində ümumiyyətlə hər əvvəllər hər ay ərzində cüzi də olsa ödəniş edilirsə, avqust ayı ərzində artıq Qasid firması çox açıq şəkildə bizə hər hansı məbləğ ödəməkdən imtina edir. Biz növbəti dəfə Qasid firmasının qarşısına toplaşmışıq və növbəti dəfə firmanın rəhbərliyi ilə görüşüb problemi müzakirə etmək istəyirik. Amma böyük ümidlərimiz yoxdur ona görə ki, Azərbaycan hökumətinin Azadlıq qəzetinə qarşı təzyiqlərə davam edir və bu təzyiqlər çərçivəsində Qasid firmasından da Azadlıq qəzetinə qarşı açıq-aşkar istifadə olunur. Heç bir qəzetə qarşı belə münasibət olmuyor. Qasid firması rəhbərliyi hərçənd tez-tez ilə başqalarında borcları var, amma biz bu vaxta qədər heç bir başqa mətbuat orqanının etiraz aksiyası keçirilməsinin şahidi olmamışıq. Çox təəssüflər olsun ki, Azadlıq qəzetinə boğma, bu qəzeti sıradan çıxarır. Həqiqəti yazan, ölkədəki real gerçək vəziyyət haqqında obyektiv məlumatlar yayan və rejimə qarşı hökumət agresiv siyasətə davam edir, repressiv siyasətə davam edir.
etiraz aksiyasını keçirtməklə növbəti dəfə qasid firmasından bizə olan borclarını ödəməyi tələb edəcəyik. Biz növbəti dəfə Azərbaycan ictimaiyyətinə göstərmək istəyirik ki, Azadlıq qəzetinə Azərbaycan hakimiyyətinin bu repressiv siyasəti davam edir. Azərbaycan hakimiyyəti Azadlıq qəzetini boğmaqda israrlıdır. Məhz buna görə də dünyanın dörd bir tərəfində böyük layihələr həyata keçirər. Yəni ən müxtəlif ölkələrinə pullar peşkəş edən Azərbaycan hökuməti Azadlıq qəzetinə qasid firmasının borcunu ödəməsinə bağlı indiyə kimi heç bir addım atmayıb, əksinə açıq-aşkar deyirəm ki, hakimiyyətdə qəzetin tutulmasına maraqlıdır. Biz mübarizəmizi davam etdirəcəyik. Azadlıq qəzetinin fədakar kollektivi bundan sonra da həqiqətə xidmət missiyasını yerinə yetirməklə davam edəcək. Qəzetin fəaliyyəti davam etdirmək üçün kollektiv bundan sonra da əlindən gələn edəcək. Knopka bas da. Ben maşınlar burada. Biz qasid firmasının qarşısında növbəti etiraz aksiyamızı keçirdik. Oğru hakimiyyəti alır. Növbəti etiraz aksiyamızı keçirdik. Özünüz də şahid oldunuz ki, hətta onlar qapıları bağlayıblar, giriş qapısı bağlanılıb, dəfələrlə zəng çalmağımıza baxmayaraq qapı açılmadı və zənglərimizə də cavab verilmədi. Bu açıq-aşkar Azadlıq qəzetinə olan borcun əslində ödənməsindən imtinadır. Hətta qasid firması rəhbərliyi bu dəfə bizdən açıq şəkildə bizdən görüşdən belə yayındı. Hörmətli tamaşaçılar, son 15, bəlkə də bir ayın əsas hadisəsi Azərbaycanda repressiyaların davam etməsidir. 37-ci ilin Azərbaycana 2014-cü ildə qayıtmasıdır. Total xof, total təzyiq və çoxlarına elə gəlir ki, bu artıq Azərbaycanda hər şeyin bitməsi deməkdir. Azərbaycanda dirəniş bitdimi? Azərbaycanda zülm tam qalib gəldimi? Bu suallara AXCP sədri Əli Kərimli cavab verib. Əli bəy öz Facebook statusunda ölkədə baş verən son hadisələri təhlil edib və böyük optimizmlə heç də hər şeyin bitmədiyini, əksinə bitən bir şeyin yalnız Azərbaycanda zülm və diktatura olduğunu göstərib. Həmin şərhi Facebook qeydini birlikdə izləyək. Ölkədə nə baş verir? Bu səs-küylü həbslərdən insanlar hansı nəticəni çıxarır və ya çıxaracaq? Repressiyaların yeni dalğasının nəticəsi nə olacaq? İndi xeyli adamı bu və ya buna bənzər suallar düşündürür. Hökumət qorxuya düşüb ki, Ukraynadan sonra demokratik dəyişiklik sırası Azərbaycana çatacaq. İndi öz aləmlərində dəyişikliklərin qarşısını almaq, cəmiyyətdə qorxunu daha da artırmaq üçün ciddi beynəlxalq qınaqlara rəğmən həbsləri davam etdirirlər. Hazırda dünyanın başının Ukraynaya qarışmasına bir neçə aylıq fürsət kimi baxırlar. Rusiyanın himayəsinə arxalanaraq müxalifəti və vətəndaş cəmiyyətini fürsət düşmüşkən maksimum zəiflətməyə çalışırlar. Bəli, vətəndaş görür ki, hökumət istədiyi adamı həbs edir. İndi adamları həbs etmək üçün heç bir səbəbə ehtiyac yoxdur. Əsas tutmaq niyyətidir. Belə niyyət varsa, bəhanəni düzüb qoşmaq elə də çətin deyil. Vətəndaş görür ki, hökumət sonraki repressiyalarla müxalifəti və vətəndaş cəmiyyətini zəiflədir. Bütün bu zorakılıqlar bəzi adamları qorxudur. Bəzi zəif xarakterli və ya asan qələbə gözləyən rejim əlahdarlarında ümidsizlik yaradır. Barmaqla sayıla biləcək qədər az da olsa, hər halda düşərgəsini dəyişib hökumət tərəfə keçənlər də olacaq. Belələri düşünəcək ki, transfer üçün uyğun vaxtdır. Demokratik düşərgənin başı özünə qarışıb qınayanlar az olacaq. Daha əvvəllər dönüşlük etmiş bəziləri də indi özlərinə gəliblər. Fikirləşirlər ki, dırnaqarası uzaq görən olublar. İndi səngərini dəyişmək fikrinə yeni düşənlərə bələdçilik edirlər. Hökumət də məhz onlara nail olmaq üçün repressiyaları davam etdirir. O zaman demək olarmı ki, hakimiyyət məqsədinə nail olub? Xeyr, ola bilməyib. Çünki sadaladığımız negativ nəticələr ayrı-ayrı faktlarda istifadə olunsa da, heç biri cəmiyyətdə aparıcı fikrə çevirə bilməyib. Əksinə, repressiyalar uzun müddətli planda rejimin məğlubiyyətini şərtləndirən tendensiyaları gücləndirib. O hansı tendensiyalardır? Bir-bir sıralayaq. Birincisi, haqsızlığın iri miqyaslı olması, xalqın ehtimadını qazanmış daha çox sayda insanın şərlənib həbs edilməsi, rejimin əsas dayaqlarından olan hüquq mühafizə sistemini tamamilə ifşa edib gözdən saldı. İndi onların iddialarını cəmiyyət bir mənalı olaraq rədd edir. İkinci, hakimiyyətin törətdiyi haqsızlığın miqyası böyük olduqca, rejim mənsublarının hakimiyyətlərini və vəzifələrini qorumaq üçün
nələrə əl atdıqları aydın göründükcə daha çox sayda insan daxilən bunlardan qopur və başa düşür ki, övladlarımızı, gələcəyimizi ədalətdən, insafdan bu qədər uzaq adamların ümidinə buraxmaq olmaz. Bu da var. Demokratik düşərgə sınağa çəkildikcə mənəvi gücü açıq şəkildə üzə çıxır. Repressiyalar və fiziki zorakılıqlar bir tərəfdən hakim komandanın saxtakarlığını, qəddarlığını, anti-insani mahiyyətini üzə çıxarırsa, digər tərəfdən alternativ elitanın necə fədakar, səmimi, ardıcıl və cəsarətli insandan formalaşdığını sübut edir. Repressiyaların davam etməsi rejimi beynəlxalq aləmdə ciddi şəkildə tədrid edir. Rejimin lobbiçiləri hər yerdə ifşa olunurlar. Eybəcər hərəkətləri dünyaya yayıldıqca kürü və neft müqavilələri də aciz qalır. Kimsə bunları müdafiə etmir. Və sonda, bəlkə də bu sözlərimə kimsə təəccüblənəcək, amma açıq deməliyəm. Geniş kütlələrin iştirakı olmadan, yalnız müxalifətin gücü ilə rejimdən xilas olmağın mümkünsüzlüyünü xalqımız nə qədər tez qəbul etsə, ölkəmizin rejimdən xilası da o qədər tezləşəcək. Təəccüblənmək lazım deyil, hər zaman belə olur. Avtoritar rejimlər zahirən ən güclü göründükləri zamanlarda iflas edirlər. Rejimlərin çöküşünü labid edən faktorlar, tendensiyalar isə bir qayda olaraq rejimlərin öz səhv siyasətləri nəticəsində güclənir. Əli bəyin optimizmini bölüşmək məcburiyyətindəyik, çünki kifayət qədər aydın izah verildi ki, zülm nə qədər ərşə dirənsə də heç zaman dünyanın heç bir yerində haqqın üzərində qələbə qazana bilməyib. Bizim atalarımız boş yerə haqq nazilər, amma üzülməz ifadəsini ortaya ərsəyə gətirməyiblər. Bu suala, yəni Azərbaycanda müxalifətçilik bitdimi, Azərbaycanda zülm təntənəsini yaşayırmı sualına tanınmış publisist Şahvələt Çobanoğlu da öz yazısı ilə cavab verir. Şahvələt bəyin qeydlərində Azərbaycandakı indiki mənzərənin əsl təsviri göstərilib. Yəni Azərbaycanda nə baş verir, bizi nə gözləyir? Nüfuzlu ictimai xadimlərin həbsi aylardır davam edir. İctimai-siyasi fəallıq da bu dövrdə hələlik çox zəifdir. Bu günlərin ovqatından baxanda nikbinlik üçün heç bir əsas görünmür və durumun bundan da ağır ola biləcəyi istisna edilmir. Amma hər kəs bir məqamı bilməlidir. Ən ağır günün sabahı seçki keçirilsə, bu iqtidar nə parlament, nə də prezident seçkilərini uda bilməyəcək. Bu iddia dəfələrlə sübut olunub. Demokratiya savaşı bizim ölkədə bəlkə bundan da ağır dövrləri adlayıb. Amma nəticə dəyişməyib. O nəticə ki, Azərbaycan hakimiyyəti xalqın səsini qazana bilmir. Deməli, xalqın nifrətindən də qurtula bilmir. Xalqın nifrətindən qurtula bilmirsə, deməli, həbslər də bu hakimiyyətin problemini həll etmir. Bəli, biz də bu hakimiyyətdən qurtula bilmirik. Sonuc olaraq, amma bu hakimiyyət də onu izləyən ifşa və süqut qorxusundan qurtula bilmir. Son nəticədə elə həmin süqut olacaq. Mən indi tarixdən misallar çəkib bu rejimlərin necə ağır sonluqla bitəcəyi barədə fikirlər söyləməkdən uzağam. Bu hakimiyyətin gerçək halına diqqət ayırmaq lazımdır. Bir düşünün, nidaçılar niyə həbsdədir? Çünki gənclərin elə də böyük olmayan bu təşkilatı hakimiyyəti gerçəkdən təşvişə salıb. Onlar nidaya uduzacaqlarını bilirlər. Təbii ki, son aylarda həbslər, baskılar, repressiyalar dalğası elə yüksək həddə çatıb ki, illərdir bu cür olayları görüb gələnlərdə də suallar yaranır. Nə ilə nəticələnəcək həbslər? Cəmiyyəti tamamilə susturmaq mümkün olacaqmı? Hakimiyyət öz məqsədinə çataraq, tənqidçilərindən və müxaliflərindən qurtula biləcəkmi? Gəlin başqa misala diqqət ayıraq. Anar Məmmədli, Bəşir Süleymanlı, Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev niyə həbs olundular? Digər müstəqil qeyri-hökumət təşkilatı rəhbərlərinə niyə baskı var? Orası düzdür ki, bu adamların apardığı iş hakimiyyəti böyük ifşa ilə üz-üzə qoyur. Hakimiyyət özünün ağlasılmaz maddi və inzibati resursları ilə bu adamlara uduzur. Seçki müşahidəsində insan haqlarının durumunun bəyan edilməsində, Avropa İnsan Haqları Məhkəməsində və s. Bunların mitinqinə görə beynəlxalq aləmdən olan tənqidlər və hesabatlarda bu adamların rolu böyükdür. Doğrudan da böyükdür. Bəs onların həbsi, tənqid və hesabatları dayandırırmı? Əksinə, artırır. Çoxları hazırda deyir ki, Qərb heç nə etmir, Qərbin vecinə deyil. Amma Qərbdən gələn tənqidlərə dözümsüz olan hakimiyyət o tənqidləri susturmaq istəyərkən onları artırmış oldu. Bu həbslər Qərbdən olan tənqidləri də kəskin artıracaq. O adamların həbsi elə həmin adamların gördüyü işi əvəzləyəcək.
daha da sərt hesabatlar, daha da sərt tənqidlər olacaq. Məgər seçki müşahidəsi olmayanda seçki demokratik sayılacaq? Xeyr, seçkinin müşahidəsizliyi elə onun saxta olması üçün əsas kimi götürüləcək. Hüquq müdafiəçilərinin həbsi də dəyişməyəcək heç nəyi. Deməli, arxasında hansı planın durmasından asılı olmayaraq, bu cür həbslər həm də narahatlıqdan və çaşqınlıqdandır. Hakimiyyətin açıq şəkildə zora üstünlük verməsi yaxşı gündən deyil. Yuxarıdakı misallar da göstərir ki, hakimiyyət eyni problemlərlə qalacaq. Həbslər onun üçün heç nəyi həll etməyəcək. Üstəlik, Əliyevlər rejiminin problemi təkcə tənqidçi ictimai fəalların, medianın, QHT və müxtəlif siyasi qüvvələrin olması deyil ki, ölkənin bir, yox, 1000 dərdi var. Həbslər heç bir dərdi, heç bir problemi unutturası deyil. Həbslər davam edəndə o dərdlərin verdiyi iniltilər yenə də eşidilirdi. Özünü yandıranı da gördü hamı, ağzını tikəni də, körpüyə çıxanı da. Hörmətli tamaşaçılar, sıra Azərbaycan Saatının qurucusu Qənimət Zahidə gəlib çatdı. Qənimət bəyi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Həmişəki kimi o təhlilləri ilə sizin hüzurunuza gəlib. Dinləyək. İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən sonra yayılan fotolar hər kəsi dəhşətə gətirdi. Dəhşəti adamı belə döyməzlər reaksiyasından başqa bir şəkildə ifadə etməyə kimsənin təsəvvürü əl vermədi. Bizim günlərdə dəhşətin effekti şəraitə uyğun olaraq dəyişir. Məsələn, yaxın şərqdə kəsilən başların dığırlanma səhnəsi əvvəlcə 18+ qeydi ilə yayılırdı. Sonra adiləşdi. 18+ çox az kimin yadına düşdü və indi bütün dünyada işit deyərkən hər kəsin gözünün qabağına Allahu Əkbər bağırtısı və bunun dalınca da kəsilib top kimi kənara tullanan insan başı gəlir. İndi o mənzərələr əvvəlki dəhşətlə qarşılana bilmir. Bəşəriyyət heyrətin miqyaslarını daraldır. Bir zamanlar Azərbaycanda bir jurnalistin və siyasi fəalın şərlənərək həbs edilməsi heyrət yaradırdı. Sonra bu adiləşdi. İndi insanları dəstə-dəstə, hətta ən həyasız böhtanlarla şərləyib içəri atırlar. 15 sutka deyil, 15 illik maddələrlə təhdid edən əməllər də ittiham edirlər. Cəmiyyətdə inteligensiyanın təzəssümü sayılan adamları şərləyirlər və heyrət miqyaslarını kiçildirlər. Əvvəllər də jurnalistləri döyürdülər. Jurnalistlərin döyülməsi qeyri-adi bir şey deyil. Azərbaycanda bu sıradan bir fakt kimi qarşılanır. Kimisə küçədə yaxalayıb 5-6 şillə təpiyə qonaq edirlər, tullayıb gedirlər və bir müddət qalmaqala bənzər lokal narazılıqdan sonra fakt unudulur və buna bənzər başqa birisi meydana çıxana qədər sakitlik olur. İlqar Nəsibov isə insan təsəvvüründən kənar qəddarlıqla döyüblər. Bu, bir insanı öldürmək qəsdi ilə baş vermiş işgəncə faktıdır. Buna baxmayaraq, ilk növbədə Naxçıvan reallıqlarını göz önünə alan bir çoxları üçün bu qədər vəhşiliklə törədilən bu cinayət əməli də işid effekti yaradır. Yəni, adiləşmək üzrədir. 18+ effekti sıradan çıxmaq üzrədir. Bir neçə gün əvvəl İlqarın şəkillərini bəzi təşkilatlara yolladım. Bütün hallarda mənə yazılan cavablar bir neçə nida işarəsi ilə müşayiət olunan dəhşət oldu. Ujas və ya terrible. Təkcə Azərbaycanda deyil, dünyanın başqa ölkələrində də reaksiyanın eyni təsəvvür qəlibsizliyində ifadəsi göstərdi ki, İlqarın döyülməsi prosesi nəsə insani olmayan, hətta heyvani də adlana bilməyəcək yerdən, bəşəri hisslərdən kənar bir motivlə baş verib. Söhbət Naxçıvan gerçəkliklərindən də getmir. Azərbaycan unikal, unitar dövlətdir və burada Gəncənin, Naxçıvanın, Lənkəranın filanın xan elan edilən idarəçilərinin hamısı bu unitarlığın bölünməz tərkib hissəsidir. Adına Naxçıvan gerçəkliyi deyilən bir şey də əlahiddə olaraq yoxdur. Azərbaycan gerçəkliyidir və bu gerçəklik idarə etmənin ən quduz şəkildə həyata keçirilməsi mənasında görükür. Onu öldürmək istədilər, istəmədilər, bu şərt deyil. Şərt olan budur ki, onu bu şəkildə döyüb başqalarının gözünü qorxutmaq və bütün cəmiyyətin bu şəklə salınması üçün inzibati arsenalın bolluğunu qabartmaq istəyirlər. Əminəm ki, əgər İlqarın bu dəhşətli şəkillərini Məlahət xanım yerli və xarici mətbuata yaymasaydı,
onu döyənlər bunu edəcəkdilər. Əminəm ki, onun döyülməsi prosesi videoya alınıb, 5 nəfər cəllad, 1 nəfər isə ştat üzrə operator kimi əməliyyat yerinə göndərilib. Əməliyyatı planlaşdıranlar, motivini müəyyən edənlər onun nəticəsini də cəmiyyətə hansısa şəkildə təqdim etməlidirlər. Bu, biz vəhşiyik bəyanatı deyil, siz heç kimsiniz bəyanatıdır. Biz vəhşiyik açıqlaması zaten dolayısıyla hər gün verilir. Heç bir qayda və qanun tanımayan bir idarəçiliyin məmuriyyəti hər saat və hər gün təsəvvür edilə bilən və bilinməyən yeni vəhşilik etiketləri yaradaraq idarə edirlər. Cinayətkarlığın da fəlsəfəsi var. O, dipsizlikdir. Cəzalanacağını ağılına belə gətirməyən bütün cəza mexanizmlərinin topuqdan aşağıda dayandığına əmin olan fərdlər və ya qruplar üçün bəşəri etiketlər qan və zorakılıqlar şəklində təsəvvür olunur. İndi Azərbaycan bu etiketlərlə idarə olunur. Azərbaycan vəhşiliklə və qudurğancasına idarə edilir. Hərçənd buna idarə edilir demək də o qədər də dürüst təyin deyil, bəlkə də hər nəysə. Beləliklə, söhbət Naxçıvandan getmir. Naxçıvan bu cinayətlərin laboratoriyasıdır sadəcə. Bu cinayətlərin fabriki Bakıdadır. Orada sınavdan keçirilən bütün eksperimentlər paytaxt Bakıya köçürülür. Həmişə belə olub. Azərbaycan isə hirs içindədir. Cəmiyyətdəki heysizlikdən yaralananlar şıdırğı bir həvəslə daha çox insana əyilməyin və yenilməyin örnəyini göstərirlər. Toplum əlaçsızlığın məngənəsində vurnuxduqca insanlar bir-birinə öfkə qabardırlar. Ölkənin başı üzərini hirs və nifrət dumanı bürüyür. İqtidar adlandırdığınız ram edə bilmədiyi toplum enerjisini daha necə və daha hansı üsullarla məhv edə biləcəyini kəstirə bilmədiyindən öfkəlidir. Bu qədər zəhm və bu qədər qəddarlıqla millətin müqavimət potensialını yox edə bilmədiyindən öfkəlidir iqtidar adlandırdığınız. İradəsini hürriyyət uğrunda savaşa bağlayanlar gözlərinin qarşısında əriyən, bir-bir aradan çıxan və ya çıxarılan itkilərinə görə öfkəlidir. Gücsüzlər və ya gücünü öz azadlığı uğrunda mübarizəyə sərf etməkdən qorxanlar dava insanlarının onlara sonsuzluq qədər uzun görünən dirənişindən hirslidirlər. Ya yenil ya da yen bağırtısını içində gizlədə bilməyən bu zümrə qatıla bilmədiyi, dəstək verməkdən qorxduğu mübarizə insanlarına azarkeşlik etdiklərini də gizlətməyə çalışırlar. Onlar ümidsizləşdikcə hələ ümidini itirməyənlərin necə əzmlə dirəniş yaratdıqlarını görüb öz-özlərindən iyrənir, amma bu psixoloji iyrəncliyi toplumun üzərinə sərməklə hansı idbar mənzərə yaratdıqlarının fərqində olduqları üçün öfkəlidirlər. Amma bu qədər hirsin içində təmkinini qoruyub prosesi davam etdirənlər də çoxdur. İtkilər ağırdır, yaralar dərindir, bu itkilərin yerini tutmalı olan insanlar gərəkdir. Əlbəttə bunlar var, olub və olacaq. Azərbaycan oğurluqla doğruluğun, xeyirlə şərin, sabahla keçmişin antagonizmini yaşayır. Bu qədər dərin təzadların savaşı varkən, nədən bu qədər həssaslığın da mövcud olduğu təəccüblü ola bilər. Amma söhbət bütün hallarda konkret insanlardan gedir. Bünövrəsində insan faktoru, insan emosiyaları dayanan bütün proseslər belədir. Kəskinləşdikcə həssaslaşar. İnsan hüquqlarını müdafiə edən ziyalı insanların həbsxanalara doldurulması, cəmiyyətin müdafiə potensialına ağır zərbə olsa da son deyil. Bütün dünyanın dəyərləndirdiyi, qiymət verdiyi bu ziyalı insanların həbsxanada mövcudluğu da bir mübarizə dəlilidir. Amma bu insanlara örnək kimi baxan, onları tamamilə haqlı olaraq Azərbaycan vicdanının Azərbaycan vicdansızlığına qarşı dirənişin təcəssümü sayan minlərlə, 10 minlərlə insan üçün onlar sadəcə siyasi məhbus, vicdan məhbusları deyil, onlar mübarizənin bayrağına çevrilmiş insanlardır. Və buna görə də bu insanlar həssasiyyətin əsas mərhələlərindən biridir. Bu insanların
həbsxanalardakı mövcudluğu hələ həbs edilməyən 10 minlərlə insan üçün fəaliyyət motividir. Siyasi məhbuslar Azərbaycanda azadlıqlar uğrunda mübarizənin həbs edilmiş motivləridir və təbii ki, bu olduqca həssas mərhələ olmalıdır. Azərbaycan nə qədər böyük bir nifrət və kin burulğanının içində olsa da, mübarizəsinin önəmini, mövcudluğunun mahiyyətini dərk edən insanların təmkinidir prosesin varlığını saxlayan. Önəmli olan da budur. Hörmət tamaşaçılar, növbəti sujet mənim Bəndi Həqirinizin hazırladığı yazı əsasındadır. Nələrə toxunmaq istəmişəm bu sujetdə? Bildiyiniz kimi, Azərbaycan hakimiyyəti Bakıda bir illüziya yarada bilib. Yəni, etiraf etmək lazımdır. Müəyyən parklar, yollar, çılçıraqlar yaradıb və böyük Azərbaycanın içərisində, belə deyək, böyük bir cəhənnəmin içərisində kiçicik ada yaratmaqla Azərbaycan insanların tilova sala biliblər. Yəni, bir çox insanlar Azərbaycanda kiçik, laf kiçik bir mənzərəni görməklə ölkədə cənnətin qurulduğunu çox təəssüf ki, iddia edə bilir. Kaş ki, bizim ölkəmiz doğrudan da cənnət olaydı. Axı bizim buna doğrudan haqqımız, hüququmuz, imkanımız çatır. Amma belə deyil. Və bu sujetdə, indi izləyəcəyiniz sujetdə biz bir çox məsələlərə aydınlıq gətirmək istəmişik. Azərbaycan əslində nədir, necədir, amma necə görükür? Əslən Azərbaycanlı, amma xarici ölkə vətəndaşı olan bir dostum 10 gün var ki, Bakıdadır. Gəlişindən 3-4 gün sonra baxıram, Facebookda Bakının panoram fotosunu yayıb və bəlağətlə buranın çox gözəl olduğunu yazıb. Kaş ki, Bakı doğrudan da gözəl olaydı. Amma belə deyil axı. Dostumun Bakını bəyənməsi təəccüblü idi. Ona görə ki, onun xaricdəki ünvanı təhlükəsizlik, xidmət, səliqə-səhman, hüququn aliliyi, ədalət baxımından Azərbaycandan çox öndə idi. Bunun üçün mən ona dəqiqləşdirici suallar verib, gözəlliyi nədə gördüyünü aydınlaşdırmaq istədim. Dostuma gözəl adlandırdığı Bakıdan insanların əzildiyini, tapdandığını, hər cür hörmətsizliyə tuş edildiyini xatırlatdım. Bunların fərqinə varmadan gözəlliyi necə gördüyünü də xəbər aldım. Onun cavabı tutarlı olmadı. Təxminən belə dedi: sən də düz deyirsən, ancaq Bakı da gözəldir. Fəqət mən onu başa düşdüm. Turist həmişə gözəllikləri görür. Bundan başqa həsrət, qürbətin yaşatdığı acının bir əclaf cəhəti var. Torpaq adamı özünə çəkir, bağlayır. 2 gün əvvəl dostumdan təzə xəbər aldım. Mənim və sizin hamımızın başa salmağa, izah etməyə çətinlik çəkdiyimiz Azərbaycan həqiqətlərini sağ olsun. Polislər ona gözəlcə izah edib. Polisin yekəxanalığını həzm etməyən azad ölkə vətəndaşı olan dostum ona iradlarını dilə gətirib və əvəzində kobud hörmətsizliklə qarşılaşıb. Polis hər dəfə hüquq və vəzifəsini xatırladanda o, silsiləsindən növbəti haqsızlıqla üzləşib. Xülasə, Bakının panoramı filan hamısı bir kiçik hadisə skandalla gedib işinin dalınca. Dostum indi Bakının gözəlliyi barədə bir ayrı cür danışmaqdadır. Onun səfəri hələ davam edir. Şübhəsiz, Bakıdakı polislər və başqa dövlət orqanları onda ölkə barədə dəqiq təsəvvür yaradacaq. Bu, kiçik, lakin ibrətlik hadisədir. Çox adam bu tələdən, yəni Bakının çılçırağa dönən maketindən canını qurtara bilmir, tilsimə düşür. Paytaxtın mərmərlənib, al-əlvan işığa qərq edilən küçələri sabit qədəm olmayan bir çoxlarından hər şeyin yaxşı olması illüziyasını yaradır. İnsanlara bəzən başa salmaq çox çətin olur ki, qan qusmaq üçün teştin qızıl və ya dəmir olmasının heç bir fərqi yoxdur. İnsan məişət əşyası deyil ki, onu bahalı və gözəl mebellərin arasına qoymaqla ruhunu sakit edəsən, sakitlik, firavanlıq verəsən. Estetik təminat, səliqə-səhman çox lazımlıdır. Parklar, yollar, bəzəkli binalar da olmalıdır. Ancaq onlar insana xidmət eləmirsə, onların fonunda adamlar boğulursa, haqları tapdalanırsa, cəhənnəm olsun hamısı. Bir dəfə dostlarıma da səslənmişdim. Demişdim ki, biz alov qüllələri, bulvar və bu kimi çox məhdud və təmtəraqlı yerlərdə foto çəkdirib yaymaqla özümüz də bilmədən rejimin təbliğatına işləmiş oluruq. Bu, ASTV rolunu könüllü və səmimi qəlbdən icra eləməkdir. Bu, eyni zamanda Azərbaycan reallığını təhrif eləməkdir. Azərbaycan nə alov qüvvəsidir, nə də Bakı bulvarı. Azərbaycan işıq, qaz pulunu verə bilmədiyinə görə abrından keçərək oğurluğa quruşanan müəllimdir, həkimdir. Azərbaycan Bakı bulvarında öz övladı ilə gəzəndə ürəyi çəkiləcəsində çırpınan valideyndir.
Axı, uşaq anidən çay içmək istədiyini dilə gətirə bilər. Bulvarda isə adi çay içmək adi Azərbaycan insanının cibi üçün ağır yüktür. Odur ki, gəlin parıltıya aldanmayaq. ASTV-nin könüllü müxbiri olmaqdan özümüzü qoruyaq. Bir dəfə vicdan məhbusu Qurban Məmmədov yaxşı bir söz demişdi. Demişdi ki, ölkənin yaxşı pis olduğunu bilmək üçün televiziyaya yox, evdəki soyuducunuzun işinə baxın. Orası sizə deyəcək ölkədə nə var, nə yox. Hörmətli tamaşaçılar, növbəti müsahibimiz sizin üçün maraqlı kəsb edən bir insandır. Publisist Xaliq Bahadırla bizim söhbətimiz. Azərbaycanda bugün baş verən təqib və təzyiqlər və ümumiyyətlə Azərbaycandakı Əliyev rejiminin aqibəti ilə bağlıdır. Xaliq bəylə müsahibəmizi təqdim edirik. Xaliq bəy, son günlərin qalmaqallı hadisələri ilə bağlı sizə sual vermək istəyirdik. Bildiyiniz kimi, son 10 gündə, 2 həftədə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri həbs olub və bu həbslər, təqiblər davam edir. Və bu həbslər hökumət mətbuatında və onların təsiri altında olan saytlarda belə yazılır ki, artıq Azərbaycanda müxalifətin sonu, bu həbslər, bu hadisələr artıq Azərbaycanda İlham Əliyev hakimiyyətinin təntənəsi deməkdir. Sizin yorumunuz necədir? Bugün Azərbaycanda baş verənlər 30-cu illərdə, daha doğrusu 37-lərdə İsraildə baş verənlərlə demək olar ki, bütünlüklə üstə düşür. Ancaq orada fərqli yönlər var. Biz onun üzərində ayrıca danışmalıyıq. O nədir? Bildiyimiz kimi, burada repressiyaların başında Prezident İlham Əliyev durur. Sovet dövlətində repressiyaların başında Yosif Stalin dururdu. Stalinin repressiyaları başlama şəraiti ilə, sürdürmə şəraiti ilə İlham Əliyevin repressiyaları başlama, sürdürmə şəraitləri bütünlüklə başqa-başqadır. Nədir bu? Stalin repressiyalara başlayandan qabaq kollektivləşdirmə apardı. Kollektivləşdirmənin arxasınca sənayeləşdirmə apardı. Onlarla bir yerdə 5 illik planlar işləndi. 5 illik planlar 3 ildə, 3 il yarımda, 4 ildə belə-belə yerinə yetirildi. Yəni artıqlaması ilə. Az bir sürədə çox güclü bir dövlət yaradıldı. Dövlətin taban deyilir, daban o yaradıldı. Yəni xalq sosial ideologiyasına uyğun az bir arada xalq yetişdirildi. O xalq o dövlətin bazasına çevrildi. Belə deyək, fiziki bazasına çevrildi. İdeya baxımından da. Yəni, Stalin çox güclü bir dövlət qurdu. Ondan sonra repressiyalara başladı. Ona görə də Stalin o repressiyaları bir xeyli sürdürə bildi. Üstəlik o çağlar Dünya Komünist Hərəkatı vardı. Stalin o hərəkatın liderlərindən biri sayılırdı. Bizə gələndə burada çox böyük boşluq var. Stalin böyük, çox güclü ekonomika yaratdı. Bu ayrıca deyilməlidir. Ekonomika. Dövlət ordu üzərində durmur. Dövlət ekonomika üzərində durur. Güclü ekonomikası olan dövlətin güclü xalqı olur. Güclü xalqla bir yerdə güclü ordusu olur. Azərbaycanda bunların heç biri yoxdur. Azərbaycanda ekonomika yoxdur. Azərbaycanda güclü xalqı yoxdur. Azərbaycanda güclü ordu yoxdur. Bunlar hamısı bir-birinə bağlıdır. Biri güclü deyilsə, o birisi güclü ola bilməz. Güclü də birinci xalq olmalıdır. Xalq da ekonomika ilə güclü olur. Bunların heç biri Azərbaycanda yoxdur. Amma repressiyalar var. Ay sağ olun. Repressiyalar var. Repressiyalar nəyə görə var? Birinci, repressiyalar ona görə var ki, Əliyevçi rejim başdan ayağa kriminal rejimdir. Bu rejim repressiya aparmasa yaşaya bilməz. Repressiyalar aparılmasa, repressiyalar sürdürülməsə xalq ayağa qalxar. Təkcə xalq yox, hakimiyyətin özünün içindən qalxımlar baş verər. Ancaq repressiyalar onun qarşısını alır. Başqa bir yandan bu repressiyalara stimul verən, yəni İlham Əliyev repressiyalarına stimul verən başlıca nədənlərdən biri Putindir. İnanın, Putin olmasa, Putin bugün yıxılsa, İlham Əliyev bugün repressiyaları durdurar. İlham Əliyev repressiyalarının arxasında Putin dayanır, Putin Rusiyası dayanır. Mən bu yaxınlarda 15 gün Rusiyada oldum. Rusiyada nələr baş verdiyini özüm gördüm. Gündəlik izləyirdim qəzetləri, televiziyaları, adamlarla görüşürdüm.
bugün Azərbaycanda baş verən repressiyalar Rusiya ortamına uyğun Rusiyada baş verir. Bugün Rusiyada da Azərbaycanda olduğu kimi NPVD metodları ilə gecələr qapılar döyülür, hüquq savcıların evlərindən yığıb aparırlar, evlərindən götürüb aparırlar. Çoxlu belə faktlar var. Birinci, Rusiyada başında Ramzan Qədirovun durduğu Çeçenistanda çox güclü repressiyalar gedir. Ramzan Qədirov da birbaşa Putinə bağlı adamdır. Putinin gücü ilə orada o işləri görür. Sonra Rusiyanın özündə Putin başçılığında repressiyalar gedir. Bunda belə çıxır ki, o məşhur misalı biz Rusiya və Azərbaycan misalında iki millət bir dövlət kimi işlədə bilərik. Yəni bunların siyasi xarakterləri eynidir, Rusiya və Azərbaycan dövləti. Burada biz bir faktda yada sala bilərik. 2005-ci ildə İlham Əliyev iki nazirindən quşqulanmışdı. Bu dünya tarixində, dövlətçilik tarixində görünməyən bir şeydir. Buna Heydər Əliyev dövlətçiliyi deyirlər. O nazirlərin özü tuta bilmədi. Onları Rusiyanın KGB generallarının əli ilə tutdu. Lebedevin, Ruşaylovun əli ilə. Bu da Azərbaycan dövlətinin, Əliyevçi dövlətinin, İlham Əliyev dövlətinin hansı gücdə olduğunu göstərən çox yaxşı göstəricidir. Xaliq bəy, kifayət qədər aydın mənzərə yaratdınız, amma sualı biraz başqa formada vermək istəyirəm ki, bu repressiyalarla bağlı proqnozunuz nədir və İlham Əliyevi bu repressiyalardan qalib saymaq olarmı? Yəni o hökumət mətbuatının tirajladığı kimi artıq müxalifət adına, dirəniş adına hər şey bitdimi Azərbaycanda? Mən bu suala sözsüz birbaşa cavab verə bilərəm. Ancaq biraz dolayısı ilə cavab vermək istəyirəm. Stalin diktator idi. Çox güclü diktator idi. Böyük bir dövlət qurmuşdu. Sovet dövləti adında. Stalin uşaqları hardadır? Stalin oğlu da, qızı da hamısı Avropaya qaçdı sonra. Amerikaya qaçdı. Orada da öldülər. Putinin qızı Maria Avropada yaşayır. İlham Əliyevin də ailəsinin günü Avropada keçir. Siz bunu cavab saya bilərsiniz. Cavab saya bilməzsə, mən sizə bir cavab verəm. Kifayət qədər aydın. Xaliq bəy, siz də təsvir elədiniz və yazılarınız da olur bu yöndə. Doğrudan da ölkəmizdə millətin, xalqın taliyi ilə bağlı çox ciddi proseslər gedir, narahatlıq doğuran. Amma buna biz cəmiyyətdən, xüsusən onun ziyalı adlanan kəsmindən, bax indi bizə izləyirlər, kəndlərdə müəllimlər var, həkimlər var, təhsilli insanlar var. Onların reaksiyasını yetərli görmürük. Bax, indi siz bu geniş tamaşaçı auditoriyasına, xüsusən özün ziyalı sayan adamlara, təhsilli insanlara nə demək istəyirdiniz? Yəni, bu ölkəmizdəki həyəcanı, narahatlığı hansı formada ifadə edə bilərsiniz və onlardan hansı mövqe gözləyirsiniz? Mən istəyirəm Leyla Yunus'dan başlayayım. Leyla Yunus'dan İntiqam Əliyevdən. Birinci, Leyla Yunus'un bugün türmədə oturmağı bütün Azərbaycan kişiləri üçün baş ucalıq deyil, baş aşağılıqdır, utandırıcı bir şeydir. Niyə görə? Leyla Yunus o verilən maddələrə görə tutulmayıb. Leyla Yunus Azərbaycan uğrunda, demokratik Azərbaycan uğrunda apardığı prinsipial çarpışmaya görə uduzub. Mən Leyla xanımı 88-ci ildən tanıyıram, bunu yazmışam da. Leyla xanımla bizim ideoloji baxımdan baxışlarımız çox yerdə düz gəlməyib. Ancaq mən Leyla xanımı çox yüksək dəyərləndirirəm, onun prinsipiallığına görə. Bugün Azərbaycanda bir qrup tanıdığımız xanım var, biz onların qabağında baş əyə bilərik. Onlar Azərbaycan uğrunda çarpışma aparırlar. Ancaq Leyla xanımın yeri bütünlüklə ayrıdır. Niyə görə? Leyla xanım lider idi. İntiqam Əliyevə gəlincə, İntiqam Əliyevlə bizim bir xeyli yaxınlığımız olub. Mən bilirəm, o necə dəyərli adamdır. Mən ona demişəm, burada da deyirəm, İntiqam Əliyev pedant idi. Çox gözəl hüquqçu idi, çox bilikli hüquqçu idi, ancaq pedant idi. Pedant nə aləm, nə anlamda. Bu adam üçün işdən başqa heç nə yox idi. Biz arada yığışırdıq, haradasa belə, istəyirdik ki, biraz da yaşayaq. İntiqam bizlə oturanda da komitə ilə işləyirdi.
Yəni bu belə bir, bu baxımdan bu pedant adamdır. Bu olduqca çalışqan bir adamdır. Bu Avropa məhkəməsinə görün nə qədər iş yapar. Bu işlərdən elə ikisi mənim olub. İnanın, burada baş verənlərin hamısı mən qanuni sayıram. Niyə görə? 48 milyar doğrulayan bir rejim, 17 milyar doğrulayan bir rejim, 17 zavodu birləşdirib vergidən yayındıran bir rejim neynəməlidir? Adamlar tutmalı, ona qarşı olanları tutmalıdır, kütlə yaratmalıdır, sürü yaratmalıdır. Onu da yaradırlar. Bütün televiziyalar baxın bir ailəyə qulluq edir. Elə bir Azərbaycanda bir ailədən başqa heç kim yoxdur. Azərbaycanın mədəniyyətdə bulardı, siyasətdə bulardı, ideologiyası da bulardı, hər şey bulardı. Qalan heç kim yoxdur. Belə bir ad var, Azər Əsgərov. Bilmirəm çoxunuz o adı tanıyır, tanımır. Bu şəxs öz mülkünü Azərbaycan Xalq Cəbhəsi Partiyasına vermişdi kirayə olaraq. Hökumət isə buna çox dözmədi, həmin mülkü partlatdı. Yəni aşkar mülk Xalq Cəbhəsinə məxsus olduğu üçün partladıldı. Və bu partladılan mülkə qanuna müvafiq olaraq kompensasiya düşürdü. Bu kompensasiya isə mülkün yiyəsi Azər Əsgərova uzun müddətdir verilmir, müxtəlif bəhanə gətirilir. Azər Əsgərov isə öz hüququn israrla tələb edir, hökumətdən həm pulunu, həm ona dəyən maddi, mənəvi zərəri tələb etməkdədir. Onun qanun tələblərini yerinə yetirmək əvəzinə ötən həftə polislər Azər Əsgərovu xuliqanlıq və polisə müqavimət göstərmək adı ilə şərləyərək idarəyə dəvət etdilər və orada Azər müəllim 200 manat cərimə oldu. Hadisənin təfərrüatı barədə o özü bizə danışıb. Mülkiyyətlə bağlı məsələ elə əvvəl kimi durur, heç bir məlumat yoxdur. Nə kompensasiya verirlər, nə də içərisindəki əmlakın bu 6 aydır, haradadır onu deyirlər. Amma tutulman barəsində mən aprel ayının 19-unda Daxillər Nazirliyinin 102 xidmətinə müraciət eləmişəm. Demişəm ki, mənim yerim altında partlayış törədirlər. Bunun səbəbkarları, bunu törədənlər Fövqəladə Hallar Nazirliyinin rəhbər işçiləridir. Kəmaləddin Heydərov və Orcalı Hacıyevdir. Mən bunu sübut eləyə bilərəm. Bunu məktubla vasitəsilə də göndərmişdim. 102 xidmətinə telefon vasitəsilə demişdim. Ayın 23-də mən yenə zəng verdim 102 xidmətinə. Dedim ki, siz bir şikayətə neçə müddətə baxırsınız? Üstündən neçə saat keçəndən sonra axşamüstü ayın 23-də 18-ci bölmədən adı Mameddir, familiyası desən Zeynalovudur. Mənə zəng verib dedi ki, 102 xidmətinə müraciət eləmişsiniz, şikayətiniz var. O şikayəti bizə göndəriblər, məndədir bu iş. Xahiş edirəm, gəl, bu işi mənə də tapşırıblar ki, ədalətli araşdırın. Mən də 11 işləmiş, bir 20 dəqiqə 18-ci polis bölməsinin qabağına getdim. Bu dəmdə bir mayor əlini atıb mənim sinəmdən böyle yapışdı ki, hara gedirsən, sinəvi qabağa verib. Dedim ki, mənim Mehmet müəllim çağırıb, dejurniyə yaxınlaşıram. Ki, bir dayan. Dayandım, nədir sinəvi belə açmısan? 2 dənə düyməm açıqıdır. Bir boğazdakı, bir də onun altındakı. Dedim, hava istidir, mənim də ürəyim xəstədir. Nəfəs alamıram, yol gəlmişəm, düyməm açıqdır. Bunun səsinə bir leytinant, bir də qırajdan formada bir polis nəfəri gəldi. Başladılar mənə, əlimdə telefonu zada aldılar, dayan, sən bizi təhqir edirsən, mənəm neyinizə, heç burada təhqiramiz söz də olmayıb. Mən bir dənə demişəm ki, Mehmet müəllimin yanına gəlmişəm, özü çağırıb. Mənim əlimdən telefonu zada alıb, mənim muavinin yanına apardılar. Məni götürdülər məhkəməyə, məhkəmədə mənə vəkil təyin elədi məhkəmə. Mən o vəkildən imtina etdim, öz vəkilimi istədim, Namizəd bəyi. Dedilər ki, Namizəd bəy vəkillər kollegiyasının üzvü deyil, o səni müdafiə eləyə bilməz. Başqa bir Qədir Əliyev adında bir vəkilim var, onu çağırmaq istədim, onu da qəbul eləmədilər. Vəkilsiz mən orada bir məhkəmə prosesi getdi. Bu məhkəmə prosesi çox gülünc bir prosesidir. Çünki içəridəki 3 dənə polis mənə şahid güya ki, mən onları təhqirləmişəm. Onlar izahat verdikcə bir dənə də polis mayoru oturmuşlar mənlə bərabər. Onlar şahid kimi danışdıqca bir-birlərinə baxıb gülürlər. Məhkəmə bunlara baxır, gülür. Burada mən bilirəm ki, bir oyun gedir.
Məni oradan çıxardılar. Məni qoydular maşına, yenə gətirdilər 18-ci bölməyə. 18-ci bölməyə gətirən kimi əlimdən telefon aldılar. Mən Türkiyədəki ailəmlə danışırdım. Aldılar, yarımçıq əlimdən aldılar. Məni rəisin otağına qoydular, apardılar. Məni götürdülər yenə məhkəməyə saat 10-da. Bu dəfə heç bir orada insanlar da gəlir. Mənim istəyən adamlar Xalq Cəbhəsindən Gözəl xanım da gəlmişdi, bir neçə adamlar da gəlmişdi, qohumlardan da gəlmişdi. Heç bir sorğu, sual, məhkəmə prosesi olmadan katib qayıtdı ki, qərar oxunur, hamı qalxsın ayağa. Hakim girdi içəri, qərar oxudu. Bunların yazdıqları ki, mən təhqir eləmişəm dövləti, mənəm nəyi. Sonra son qərarda Azər 200 manat cərimə olundu. Həbsinizdə kimin sifariş sayırsınız? Mənim həbsimi Fövqəladə Hallar Nazirliyinin naziri Kəmaləddin Heydərov və onun müavini Orcalı Hacıyev sifariş edib. Hörmətli tamaşaçılar, Azərbaycanda Milli Demokratik Düşərgənin Azərbaycanla bağlı arzusu ölkəmizi Avropa Birliyində görməkdir, Avropa ailəsində görməkdir. Azərbaycan hakimiyyəti və onun gerilikçi simaları bütün vəzlə, bütün Avropanı gözdən salmaq istəyirlər. Özləri ilin bütün günü Avropada dincəlməyə, övladları orada təhsil almasına baxmayaraq, təbliğatlarında Avropanın mənəviyyatsız bir yer olduğunu, Avropanın az qala azından olduğunu, Avropanın bizə uyğun olmadığını təbliğ edirlər. Əslində isə Avropa nədir? Bu suala çox qısa bir video kliplə bizim Qaqavuz qardaşlarımız cavab tapıb. Qaqavuzlar, yəni Moldovada yaşayan türk dilli xalqlar Avropa Birliyinin nə olduğunu bizə indi sizə təqdim etdiyimiz klipdə göstərəcəklər. Və bizlə onların istəyi, arzuları demək olar ki, üst-üstə düşür. Buyurun, həmin klipi izləyək və bununla da bugünkü proqramımızı yekunlaşdıraq. Sağ olun, bazar günü görüşəndək. Avrupa'da mı dersin? Nerede sen orada Avrupa'da öğrenirsin? Paris'te öğrenirim dedo. Hay söyle bana, sizde orada Paris'te böyle tatlı şarap var mı? Var dedo, var. Töbelek aygırlar Avrupa'da var mı? Var. Zaman hayır olsun. Zaman hayır olsun. Selam. İnsanlar, böyle iyi, cana yakın insanlar Avrupa'da var mı? Var dedo. Kilisede mi gezerler? Gezerler. Motosikletler sizde var mı? Var motosikletler dedo. Ama böyle kırlar var mı? Var. Telemaçta var mı sizde Paris'te? Var. Hey, böyle balık sizde tutulur mu? Tutulur. Yabanılar orada daha kaldılar mı? Kaldılar. Ay yıldızlar orada hep öyle nice bizde mi? Nice bizde. İsla. Niye orada sizde Avrupa'da yok? Bilirsin dedo. Böyle tatlı gözlemeler ince manyapı Avrupa'da yok. Ama şimdi olacak. Mutlak olacak.